Deməli, bugünkü dərsimiz possessive adjectivesdir. Və yaxud da ki, bu qaydanın adına deyirlər ki, dependent form of personal pronouns. Personal yox, daha doğrusu possessive pronouns. Deməli, bugünkü mövzumuz possessive adjectives və yaxud da ki, buna deyirlər dependent form of possessive pronouns. Yəni, yerlik halın asılı forması. Asılı forması. Nədir yerlik halın asılı forması? Gəlin baxaq. Məsələn, biz şəxs əvəzliyi keçdik. I, mən. Bunun yerlik halın asıl forması olacaq my, mənim, you, sən, gəldi, your, yazılır your, sənin, he, o kişi cinsində dedik. Bunun yerlik halı olacaq his, onun kişi cinsində təbii ki. Sonra she, qadın, o deməkdir. Yerli forması olacaq her, onun, qadın cinsində. It, o, cansız. Və bunun yerli halı olacaq its, onun, cansız. Deməli, bunlar yerli halın singular, tək formalarıydı. Deməli, necə oldu? My, mənim, your, sənin, his, onun, kişi cinsində, her, onun, qadın cinsində, its, onun, cansızlarla işlənən forması. Gəlin, indi bunun plural, cəm formasına baxaq. Plural, cəm. Dedik ki, personal pronounla personal pronounla və possessive adjective. Personal pronounla we, biz deməkdir. Bəs bizim nə deməkdir? Possessive adjectivesdə our, bizim. You, siz deməkdir. Sizin nədir bəs? Your, sizin. They, onlar deməkdir. Bəs onların nə deməkdir? Their. Bu da bunların, yəni possessive adjective'in cəm forması. Deməli, our, bizim, your, sizin, their, onların. Bunları əzbərləyirik. Həm ingilis hissəsini, həm azərbaycancasını. Yəni, əsas bu hissəni. Çünki biz personal pronoun keçən dərs keçmişdik və personal pronoun haqqında məlumatımız var. Və belə bir qeydi yadımızda saxlayırıq. Possessive adjectives'dən sonra həmişə mütləq isim gəlməlidir. Baxın, possessive. Adjectives plus noun. Yəni isim. Deməli, düsturumuz bu formadır. Possessive adjectives'in düsturu bu formadır. Possessive adjectives'dən sonra həmişə isim, noun işlənməlidir. Gəlin indi possessive adjectives'ə aid
nümunələrə baxaq. Cümlələr üstündə işləyək. Məsələn, cümlə qursaq. Deyərik ki, ay, yəni pozisivdə də my, ona aid cümlə quraq. Məsələn, deyirəm ki, I have a teddy bear. Mənim ayım var. Oyuncaq ayım təbii ki. Ay, mən deməkdir. Bəs mənim nə idi? My. My-a aid bu cümləni dəysək, deyə bilərik ki, this is boşluq qoyuruq, teddy bear. Olur. This is my teddy bear. Ayı dəyişdirdik, elədik my. Və gördük ki, my'dan sonra teddy bear isim işlənibdir. Tərcüməsi də belə olur. Bu mənim oyuncaq ayımdır. Gördünüz, mənim my. Bu formada. Sonra başqa bir nümunəyə baxaq. Deyirik ki, you have got a picture. Sənin picture, şəklin var. You have got a picture. Sənin şəklin var. Bəs necə deyərik ki, bu sənin şəklindir. This is, you-nu dəyişirik, your picture. Your sənin deməkdir. Gördük. Və yourdan sonra da nə gəldi? İsim gəldi. Tərcüməsi necə oldu? Bu sənin şəklindir. Daha sonra digər nümunələrə baxaq. Məsələn, elə bir cümlə qururuq. He-yə aid quraq. Ali has got many books. Əlinin çoxlu kitabları var. Bəs necə deyərik? Onun çoxlu kitabları var. Və yaxud da ki, bu, daha doğrusu, cümləni belə qurarıq. Bunlar Əlinin kitablarıdır. Gəl baxaq, Əli nədir? Bilirik ki, he-dir. He-ni çevrəndə nə olur? His. This. Nəyə görə this? Çünki mini books demişik. Çoxlu kitablar demişik. This də özündən sonra cəm tələb edir. These are. Əlini dəyişdik, he-ni dəyişdik. Nə elədik? His. Və hizdən sonra da nə gəlməlidir? İsim. Books. Gördünüz? Bu onun kitablarıdır. Bu formada. Və yaxud da ki, she-yə aid qoyaq. Anna has a dress. Annanın donu var. İndi bunu dəyişirik. Anna nədir? He-dir, işidir. Dəyişəndə olur her. Deyirik ki, bu onun paltarıdır. This is, she-ni dəyişdiyinə elədik, her yazırıq. Her'dən sonra da nə gəlir? İsim. Her dress. Daha sonra itə aid nümunə quraq. Məsələn, nə deyə bilərik? The cat has a fish. The cat has a fish. Deyir ki, pişiyin balığı var. Yəni, pişiklər nə yeyir? Balıq yeyir. Bəs necə deyərik? Bu onun balığıdır. This is, the cat nədir? It.
itin yiyərliyi necə olur? It's. This is, it's fish. Təbii ki, it's-dən sonra da fish ismini işlətdik. Oldu. Bu onun balığıdır. Daha sonra nə deyə bilərik? Cəm formalara aid işlədik indi. Məsələn, deyirəm ki, they have cars. Onların maşınları var. Bəs necə deyərik? Bunlar onların maşınlarıdır. Cars cəmdədir deyə işarə vəzliyi, cəm işarə vəzliyi qoyuruq. Ya this, ya those qoya bilərik. These are, theyin yəri necə olurdu? Their. Theirdən sonra da mütləq isim gəlməlidir. İsmimizi qoyduq. Cars. Daha sonra başqa bir nümunədirsə, we'yə aid quraq. We have a dog. Bizim itimiz var. Bəs necə deyərik? Bu bizim itimizdir. A dog təkdər deyə ya zət qoyuruq. That is. We'nin yəri necə olurdu? Our. Our'dan sonra da mütləq isimimizi qoyuruq. Dog. Our dog. Bu bizim itimizdir. Belə, yiyəlik hal haqqında bu qədər.